bu gitaranın ustadının Rəmiş bəy olduğunu biz sizdən baxmışıq, sizdən öyrənmişik, bu sözlərdən istifadə etdi. Səhv deyirəm Rəhman bəy, yoxsa düz deyirəm? Şahidisən, sən danışırsan. Bəli. Yəni bugün Rəmiş belə mən qədər hörmət görməyib gitarası ilə bərabər hansısa ölkədə demək məncə düzgün deyil. Yox, sən deyirsən onu. Bax. Sən deyirsən, Zaur. Xahiş edirəm. Yanlış sual vermə mənə. Mən danışığımı səndən çox böyüyəm mən. Bəli. Rəmiş görməyib. Ha vaxt dedim o sözü, lentanı fır. Bax görürəm. Belə yaradırsınız qalmaqalı, belə yaradırsınız. Ha vaxt dedim ki, Rəmiş bu hörməti görməyib. Dediniz bu gitara, Azərbaycan gitarası bu qədər hörmət Azərbaycan görmüyor. gitarasına bu qədər hörmət olunmamışdır. Bu nə deməkdir? Rəmiş adı niyə yapışdırırsan oraya? Çünki adam banisi odur. Biz gitara Səndən qabaq dedim Azərbaycan gitarasının banisidir. Səndən öncə dedim. Amma səhv elədim, sənin verişinə gəlməkdə. Artıq əsəbləşdim. Salam dəyərli dostlar, hal-hazırda videonu izlədiniz. Bu video görüntüdə görürsünüz ki, Zaur Nəbioğlu'nun ATV kanalında apardığı bir verilişdir. Adını da bilmirəm heç hansı verilişdir. Çünki mən baxmıram. Ümumiyyətlə belə verilişlərə mən baxmıram. Çünki baxmaq da istəmirəm. Baxanda da bax belə bir şeylərlə qarşılaşıram. Deməli, orada əyləşən gitara ustası Rəhman Məmmədli mənim çox sevdiyim bir sənətkardır. Ümumiyyətlə mənim sevdiyim sənətkarlar çoxdur. Onlardan da biri elə Rəhman Məmmədlidir. Və birbaşa olaraq milyonların qarşısında ona verdiyi sualı siz eşitdiniz ki, hal-hazırda bilirsiniz ki, gitara ustası olan Rəmiş haqq dünyasındadır. Allah rəhmət eləsin. Azərbaycan xalqı onu sevənlər sevir, tanıyanlar tanıyırdı, sevənlər sevirdi və bu gün də sevilir o insan. Və iki gitara deməli ustasını, iki sənətkarı bir-biri ilə üz-üzə qoyub, səsinin qalın yerinə salıb, təsəvvür eləyin, onun verdiyi suala baxın. Onun verdiyi sual və efirdə milyonların qarşısında yaratdığı bu ziddiyyət birbaşa Azərbaycan mədəniyyətinə, Azərbaycan musiqisinə zidd olan bir məsələdir. Mən düşünürəm ki, bu barədə ümumiyyətlə ATV rəhbərliyi də bir tədbir görməlidir. Bu barədə cəmiyyət öz rəyini bildirməlidir. Bu barədə ümumiyyətlə Azərbaycanın o həqiqətən də sənətkarları, musiqini duyan, musiqini bilən, musiqidən, musiqi sahəsində tələbələr yetişdirib Azərbaycan xalqına ötürən, musiqilərimizi dünyada tanıtdıran bütün sənətkarlarımız bu barədə öz fikirlərini bildirsinlər ki, belə verilişlər bağlanmalıdır ümumiyyətlə, belə verilişlər efirə getməməlidir, belə musiqiçilər, üzr istəyirəm, belə verilişlərə baxan bizim gənc nəsillərimiz belə bundan bir nəticə çıxarda bilməyəcək. Mən şəxsən bu verilişə baxdım, yəni mənə çox belə psixoloji təsir elədi. Yəni siz qarşında əyləşən yaşca böyük, sənətcə böyük, təcrübəcə böyük olan bir sənətkara bu cümləni işlətmək və boynuna qoymaq ki, siz Rəmiş haqqında bu cümləni dediniz, onu dediniz, bunu dediniz, bunu demək əvəzinə Zaur Nəbioğlu, Zaur bəy, qoy belə ilə müraciət edeyim sizə ki, bu cümlələri işlətmək əvəzinə siz bu efirdə Azərbaycan musiqisini daha geniş şəkildə və başqa formatda təbliğ eləyə bilərdiniz. Daha o verilişdə qalmaqal yaradıb, cəmiyyətin o psixologiyasına toxunmaq, insanların psixologiyasına toxunmaq, insanların psixologiyasını zədələmək kimi və öz xeyrinizə reyting qazanmaq üçün belə sualları verməkdənsə, mən sizə tövsiyə edirəm ki, ya gedin özünüzə bir sənət tapın, ya da ki, o sənətkarları ora çıxarıb dəyərsizləşdirməyin. Rəhman Məmmədlini də sevənlər sevir, şəxsən mən onun bütün musiqilərini dinləmişəm və dinləyirəm də. Və rəhmətlik Rəmişin də musiqilərini mən dinləmişəm, hal-hazırda da dinləyirəm və bu iki sənətkarı bir-biri ilə üz-üzə gətirib bu vəziyyətə salmaq, yenə deyirəm, Azərbaycan mədəniyyətinə, Azərbaycan musiqisinə çox böyük bir zərbədir. Düşünürəm ki, bu barədə Azərbaycan ziyalıları da öz fikirlərini söyləyəcəklər və düşünürəm ki, yəqin ki bundan sonra efirlərə dəvət alan
o dəyərli sənətkarlar hara gəldiyini biləcəklər. Mən fürsətdən istifadə edib Rəhman müəllimə təşəkkürümü bildirirəm ki, elə gitarasını da götürüb o efiri tərk elədi.